Salam hörmətli dinləyicilər, gəlin sizlə maraqlı bir tapşırığa baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Deməli, şəkildə düzbucaqlı koordinat sistemində AB O mərkəzli radiusu 1-ə bərabər olan çevrəyə T nöqtəsində toxunur. Bucaq AOC bərabərdir bucaq BOD, o da bərabərdir alfa olduğuna görə deməli AOB üçbucağının sahəsini tapın. Gəlin tapşırığı həll etməyə çalışaq. Əvvəlcə biz məsələnin şərtində verilənləri, yəni o deyir ki, çevrənin radiusu 1-dir. Yəni OT bərabərdir 1-ə. OT bu çevrənin radiusudur, 1-ə bərabərdir. Sonra OT perpendikulyardır AB-yə. Bunu da yazdıq. Digər yandan bucaq bilirik ki, bucaq COT bərabərdir 90-dır. 90 dərəcədir. Onda bura perpendikulyar olduğuna görə bura deməli OT AB-yə perpendikulyar olduğuna görə, yəni düzbucaq əmələ gətirir OT AB ilə. İndi onda biz şəklin üzərində bunu göstərək. Bucaq deməli COA bir alfadırsa, onda şərtə əsasən içəridə qalan bucaq, yəni bura 90 çıxaq alfa olar. Çünki COT bucağı düz bucağı idi. Göstərmişik bunu yuxarıda. Üçbucaq OTA, üçbucaq OTA düz bucaqlı üçbucaq olduğuna görə iki bucağın biri 90 minus alfadırsa, onda o birisi alfa olar. Yəni bu bucaq olar alfa. Uyğun qaydada bucaq DOB bir alfadırsa, onda içəridəki bucaq 90 minus alfadır. Üçbucaq OBT bir düz bucaqlı üçbucaq olduğuna görə deməli bucağın biri iki bucağın biri 90 minus alfadırsa, digər bucaq alfadır. Deməli biz bunu göstərə bildik ki, üçbucaq OAB bərabər yanlı üçbucaqdır. Yəni bucaq A bərabərdir bucaq B-yə, o da bərabərdir alfa. Onda OA bərabərdir OB-yə. Həm də deməli bu bərabər yanlı üçbucaq bərabər yanlı üçbucaqdırsa, onda OT həm tənbölən, həm hündürlük, həm də median olur. Yəni OT həm də hündürlükdür, bu üçbucağın hündürlüyüdür. İndi biz üçbucaq OTA'dan sinus alfanı tapaq. Sinus alfa bərabərdir qarşıdakı katetin, yəni OT-nin nisbəti OA-ya. OT-ni biz də yuxarıda göstərmişik. 1 verib çevrənin radiusudur. OA da OA-nın yerində özünü yazaq OA. Buradan alırıq ki, çarpaz vursaq və sinus alfa bərabərdir. Daha doğrusu OA bərabərdir. Alırıq ki, OA bərabərdir nəyə? 1 bölək sinus alfaya. OA bərabərdir 1 bölək sinus alfaya. OA bərabərdir 1 bölək sinus alfa. Yenə də üçbucaq deməli OTA'dan üçbucaq OTA'dan kosinus alfanı tapsaq, kosinus alfa bərabərdir bitişik katetin AT'nin OA'ya nisbəti AT'nin OA'ya nisbəti.
Bu da bərabərdir. AT OA-nın yerinə biz 1 bölək sinus alfa yazsaq. Bunu biraz aşağıdan yazaq ki, bunu rahat burada göstərə bilək. Yazaq ki, yenə üçbucaq OTA-dan kosinus alfa bərabərdir. Kosinus alfa bərabərdir. Deməli, AT-nin, bitişik katetin AT-nin nisbəti o hipotenuza OA-ya nisbəti. OA-ya nisbət bərabərdir. AT deməli, AT biz OA-nın yerinə nə yazırıq? OA-nın yerinə yazırıq 1 bölək sinus alfa. OA-nın yerinə burada göstərmişik. Yazıq 1 bölək sinus alfa. Buradan alırıq ki, kosinus alfa bərabərdir AT vuraq sinus alfa. Yəni biz kosinus alfanın AT vuraq sinus alfa bərabər olduğunu alırıq. Yəni biz buradan kosinus alfa bərabərdir AT vuraq sinus alfa. Onda buradan tapırıq ki, AT bərabərdir kosinus alfa bölək sinus alfa. Bu da bərabərdir kot alfa. Yəni AT kot alfaya bərabər oldu. İndi bizdən bu üçbucağın deməli AOB üçbucağının sahəsini tapmaq tələb olunur. Ona görə də mən AOB üçbucağının sahəsini tapmaq üçün mən AB-ni tapmalıyam. Bizdə bu üçbucağın hündürlüyü, yəni OT də var 1-dir. Verilibdir bu hündürlük, yəni həm də çevrənin radiusudur. Bu deməli mərkəzi koordinat başlanğıcında radiusu bərabər olan çevrənin radiusu da OT, həm də hündürlükdür. Bu üçbucağın hündürlüyüdür. İndi biz deməli AB-ni tapmaq üçün AT dedik ki, bu bərabər yanlı üçbucaqdır. OT də həm tən bölən, həm hündürlük, həm də mediandır. Onda biz AT-ni deməli AB-ni tapmaq üçün 2-yə vurmalıyıq. Yəni AB bərabərdir 2 dənə AT. O da bərabərdir 2 vuraq kot alfa. İndi biz artıq bu üçbucağın sahəsini hesablaya bilərik. Onda S üçbucaq AOB bərabərdir 2-də 1 OT vuraq AB. OT vuraq AB. O da bərabərdir 2-də 1. OT də bizdə 1-dir. Başdan yazmışıq. OT 1-dir. AB-nin də yerinə biz 2 dənə kot alfa yazırıq. Vuraq 2 kot alfa. 2'lər ixtisar olur. Deməli, S üçbucaq AOB-nin sahəsi bərabər olur elə kot alfaya. Bu isə deməli D variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.